Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İlhamdan Reallığa adlı görüş baş tutdu. Tədbirin qonaqları əməkdar artist Dilarə Əliyeva və teleaparıcı Salih Bağırov idi. Gənclərlə görüş onlardan daha çox mənim özümə müsbət enerji verir. Mən onlardan daha çox bəhrələnirəm. İnşallah ki, onlar da məndən nəsə götürürlər. Bu, bir-birinə öz təcrübəni paylaşmada, mənim uzun məsafədə qət etdiyim yolu onlar daha yaxın zamanda keçsinlər deyə təcrübələrini paylaşmaqdır. Onlarla ünsiyyətdir, bildiklərini deməkdir. Bu təbii ki, düşünürəm ki, hər bir sözü olan adama lazımdır və nə gözəl ki, onlar bu görüşü istəyiblər, bizlə söhbətləşmək istəyiblər, bizi seçiblər. Natiqlik qabiliyyəti, gözəl danışıq, doğru düzgün ifadə etmək düşündüklərini bu peşəsindən asılı olmayaraq hamı üçün bir böyük üstəgəl işarəsidir. Hansı işdə işləyirsənsə işlə, sən fikirlərini gözəl izhar eləyəcəksənsə, sən doğru şəkildə danışa biləcəksənsə, sən orada böyük uğur əldə eləyəcəksən. Ələxsus müəllimlik peşəsi. Çünki bu peşədə bizim işə yaxındır, söz sənətidir, danışıq sənətidir və biz müəllimləri nə ilə sevirik? Onlara aşiq oluruq onların danışığından. Məsələn, biz bu gün xatırlayanda öz müəllimlərimizi, hansı müəllimlər ki, bizə gözəl dərs keçiblər, gözəl danışıblar, o fənni sevdiriblər də biz onları sevirik, onları yadda saxlayırıq. O yüzdən də müəllimlər əslində elə danışığı doğru düzgün daşıyan və təbliğ edən insanlardır. Tədbir zamanı qonaqlar öz təcrübələrini iştirakçılarla bölüşərək ideyaların necə formalaşdığını və real nəticələrə çevrildiyini izah etdilər. Eyni zamanda qarşılaşdıqları çətinliklər və bu çətinliklərin aradan qaldırılması yollar haqqında ətraflı məlumat verdilər. Seçim elədim ki, mənim sənətimin, mənim səhnədə olacağım, mənim üçün belə ortam yaradacaq, mənim qayğıma qalacaq, məni anlayacaq, özü də bu sənətin içində olacaq, mənim qarşımda deyil, yanımda və arxamda olacaq bir həyat yoldaşı seçdim. O belə bir insan mənim həyatıma gəlməsəydi, mən o həyatı qurmayacaqdım ki, bu yolda yürüməyi bacarım. Və nəzərə alsaq ki, mental olaraq, coğrafi olaraq elə bir yerdə yaşayırıq ki, durub burada deyə bilmərəm ki, heç bir problem yoxdur. Bəli, problemlər var, ailədə başlayan problemlər var. Mənə dəstək olacağını dəqiq əmin olandan sonra mən o yolda artıq yürüməyə başladım. Evimin qayğısını da çəkdim, hanımı doğdum, uşaqlarıma da baxdım. Amma bunlar heç biri mənim arzumu reallaşdırmağa, karyera deməyək, mən onun karyera demirəm, arzularımın ardınca getməyə mənə mane olmadı. Görüş çərçivəsində tələbələr şəxsi inkişaf, motivasiya və karyera istiqamətində faydalı biliklər əldə eləyərək interaktiv müzakirələr və sual-cavab sessiyası vasitəsilə qonaqlarla birbaşa ünsiyyət qurmaq imkanını qazandılar. Nəzə başlayırdım, əlbəttə ki, indiki kimi pərgah deyildi demişimdə. Haradasa çaşa bilirdim, haradasa kameraya baxışlarım indiki kimi iti deyildi, ürkək idi və s. Və bizlə işləyən, bizlə başlayan, güya belə ağıl dəryası olan, illərin təcrübəsi olan bir adamı gətirib qoymuşdular bizim başımıza və mənim birinci efirimdən sonra bu adamın yaxınlaşıb mənə dediyi sözə baxın. Dedi ki, mən sənin yerində olsam heç vaxt efirə çıxmaram. Yəni, bu adlı-sanlı bir televiziya adamı idi ya, çiyinləri üzərində 40-50 ilin təcrübəsi olan bir adam. Və mən əlbəttə ki, təzə başlayan bir uşaq bu sözdən tutuldum və mən ondan soruşdum ki, nəyə görə, yəni, mənə izah edeyim ki, niyə çıxmazdınız? Danışığın bir bərbad gündədir, kameraya yaxşı baxa bilmirsən, görünüşün o görünüşdür. İndi düşünün də, təzə başlayan uşağa bu sözləri deyirlər də, görünüşün görünüşdür, saçın yaxşı qalmır, baxıram sənə biraz qulaqların böyüdür filan. Zaman keçdi, gəlib mən olandan sonra, biz onunla görüşdüyü günlər bir günü, o çox utanclı bir şəkildə mənə baxdı. Yəni, mən artıq uğurlu aparıcılar sırasındaydı da adım. Və mən ondan salamlaşdım, görüşdüm, özüm gəldim onun qabağına, necəsiz, nə var, nə yox, heç də olmamış kimi. İnanırsınız, mənim o adama zərrə qədər hirsim, kinim olmadı. Əslində mən
daha da başladım işlədim ki, sən nə danışırsan, sən canlı alım, sən də var. Başladım işləməyə üzərində gəldim, oldum bir aparıcı. Bu görüş gənclərin motivasiyasının artırılmasına, onların gələcək hədəflərinə daha inamla addımlamasına və inkişafına mühüm töhfə verdi.